Salam, böyük summativ 2 nümunəsinə baxırıq və invent sözünün deyir, düzgün mənasını seçin. Invent nədir? İxtira etmək. To make something for the first time, nə isə ilk dəfə etmək, invent, ixtira. Antonim olanları seçin. Lazy, tall, xeyir. Poor, rich, B variantı düzdür. Kind, clever, good, fine. B variantı kasıb, varlı. Düzgün variantı seçin. No chalk on the desk. No chalk sayılmayan isimdir. There is. Partanın üstündə deyir, mel yoxdur. Düzgün zamanı seçin deyir. The baby is sleeping now, be silent please. Uşaq indi yatır, sakit dur, zəhmət olmasa. Deyir ki, pozitiv mənası olan sifətləri seçin. Sad negativdir, boring negativdir, bunlar negativdir. D variantı kind, friendly, mehriban, dostcasına mehriban, yəni səmimi. İspaniyada insanlar hansı dildə danışırlar? Spanish, İspan dilində. Hansında deyir ki, bu tezlik zərfi harda düzgün istifadə olunur? He never, yox, she always tells a lie, B variantında. O həmişə doğru danışır, burada da səhvdir, burada da B variantı. O həmişə doğru danışır. Düzgün sözü seçin. People catch buses. İnsanlar deyir, avtobusa harda minirlər? Avtobus dayanacağında. Və deyir ki, aşağıdakı sözləri düzgün sırada yazıb cümlə qurun. My friend, mübtəda, my friend gives me a present. Dostum mənə hədiyyə verir. Mənim kitabım səninkindən maraqlıdır. My book is more interesting than yours. Mənim kitabım səninkindən maraqlıdır. D variantı. Və sonra professionları, yəni sənətləri uyğunlaşdırın. Firefighter, yanğın söndürən, rəssam, singer, müğənni. Sam eni olan doğrunun altından xətt çəkin. Sam bilirik ki, təsdiqdə, eni isə sualda və inkarda istifadə olunur. There are some apples in the plate. Boşqabda almalar var. Are eni, burada sual cümləsi eni. Sinifdə heç uşaq varmı? There is an inkarda yenə də eni olacaq. Evdə süd yoxdur. We need some. Təsdiq cümləsidir. Tort pişirməyə biraz ona ehtiyacımız var. Thanks, we don't need any advice. Təşəkkür edirik. Bizim heç bir məsləhətə ehtiyacımız yoxdur. Düzgün sifətin dərəcəsini seçin. James is better runner. Daha yaxşı zən. Zən varsa müqayisə dərəcəsi. James qardaşından daha yaxşı qaçışçıdır, qaçandır. This meal is as-dirsə adi dərəcə olacaq uşaqlar. Bu mil obrisi kimi dadlıdır. This is the worst, ən pis filmdir mənim indiyə kimi baxdığım. This task is very difficult to do. Bu tapşırıq çox çətindir, eləmək çətindir. Bu tapşırıq eləmək çox çətindir. The Nile is the longest river in the world. Məkan bildirənə üstünlük. Nil dünyada ən uzun çaydır. Write the given numerals, verilmiş rəqəmləri yazın. 100'dan sonra nə olacaq? And 86. Onluqlar arasında da defis işarəsi. Sonra 12.025, 12.025 yəni. 12.000 nədir? 12,000 sonra nə gəlir? 25. 25. Okay. Sonra mətni oxuyun və suallara cavab verin. There are a lot of different professions. Müxtəlif professiyalar, sənətlər var. But it is not easy to choose among them. Onların arasından seçim etmək asan deyil. If you want to have a good job, work a lot. Əgər sən yaxşı bir işin olmağını istəyirsənsə, çoxlu çalış. My friend Susan wants to be a teacher. Dostum Susan müəllim olmaq istəyir.
She wants to teach children to read and write. O uşaqlara yazmağı, oxumağı öyrətmək istəyir. My nephew Dick is going to be a driver. Mənim bacım oğlu Dick isə sürücü olmağa hazırlaşır. My friend Scott is good at working on the computer. Mənim dostum Scott isə deyir, kompüterdə işləməkdə yaxşıdır. Baxaq. Okay. He's going to be a computer programmer. O kompüter proqramçısı olacaq. My classmate Fred wants to be a tailor to make suits and trousers. Mənim dostum Fred isə deyir ki, kostyum və şalvar tikmək üçün dərzi olmaq istəyir. His brother Sam wants to be a baker to make bread. Onun qardaşı Sam isə çörəkçi olmaq istəyir ki, çörək bişirsin. My uncle Tom is an engineer. Əmim Tom mühəndisdir. His daughter Anne wants to be an engineer too. Onun qızı Anna da mühəndis olmaq istəyir. Mətn nə haqqındadır? Professions. Xəttimə baxayım. Mətn uşaqlar, mən 2 dənə f yazdım, siz birini yazarsınız. Bax bu. Mətn bunun haqqındadır, yəni sənədlər. What does Susan want to be? Susan nə olmaq istəyir? Teacher. An engineer is a person who builds, makes. İnjiner kimdir uşaqlar? Mühəndis. Builds machines, roads, maşınları, yolları tikir və s. Who wants to be a computer programmer? Kim kompüter proqram olmaq istəyir? Scott. Bu qədər uşaqlar, bəyənin, abunə olun, paylaşın, qəşəng kommentlər yazın. Sağ olun.